Biz hamımız öz yurdumuza qayıdacağıq. Sizlə birlikdə mən Şuşada görüşəcəyəm, Xocalıda görüşəcəyəm, Laçında görüşəcəyəm, Kəlbəcərdə görüşəcəyəm, Ağdamda görüşəcəyəm, Füzulidə görüşəcəyəm, Cəbrayılda görüşəcəyəm, Zəngilanda görüşəcəyəm, Qubadlıda görüşəcəyəm. Biz bu günü görəcəyik. Oktyabrın 4-ü 1998-ci il prezident seçkilərinə hazırlaşan Heydər Əliyev çadır şəhərciklərində məskunlaşan məcburi köçkünlərlə görüşə gəlib. İsti günüdür. Heydər Əliyev gələcəkdi. Onun üçün də Çardaqlı adlı bir yer düzəltmişlər, hündür. Gəldi, çıxdı, gəlib çıxandan sonra çıxdı Çardağa. Baxdı, gördü, üstü örtülüdür. Cəmaat da hamısı tozun torpağın içərisindədir. Baxdı, dedi, bu sadı götürün. Üstün örtüyün götürün. Onu da üstün örtüyün götürür. Necə xalq elə baxırdısa, o da onun kimi cəmaatla birlikdə o zadda çıxış elədi. Çıxış etdi, qutardı, kimlərlə lazımdırsa onlarla söhbətini elədi, yəni çıxış eləyənlərlə. Sonra da düşdü, düşəndə bu cəmaat elə bildi ki, düşüb gedəcək də. Elə oldu ki, döndü sağa, o şəhərcikdə 2 dənə küçə vardı. Küçənin birinci küçü ilə düz getdi. Öz-özünə hamı da fikirləşir, buna kim istiqamət verdi ki, bu belə gedir. Axı, belə də bir otaq hazırlamışdılar bunun üçün. Elə oldu ki, döndü bir, hardasa bir 20-30 metr getmişdi. Gördü tüstü var. Tüstünü gördü. Dedi o nədir? Dediler ki bəs o gənc var onun toyu olacaqdı. Ona göre de orada çörək pişirirlər. Hazırlaşdırdım çörək pişirməyə ki oğlumun toyu olacaq. Səhər yox bir gün. Yəni pişirirdik təsadüf halda dedilər Heydər Əliyev gəlir. Dedim Allah sen salamatlığı onun canını sağ elə. Gördü ki geldi çörəyin üstüne. İlham Əliyevin özü de gelmişdi. Geldi görüştü, çöreğimizden de kesti, yedik. Bir de bu da benim kaynımın yoldaşıydı. Çöreği de o pişirirdi. Hoş geldin sana. Hoş geldin. Keşberi Cebrail çöreğiydi. Ondan bir lokma da boşaldı. Yani buradan gel, buradan. Biraz aral dur, biraz aral. Yuxarı, yoldaş Əliyev. Cebrail yuxarısı, Cebrail yuxarısı. Buğda da yaxşı buğdadır. Buğda da yaxşı buğdadır. Bu da Cebrail pendiridir. Cəbrayıl pendirini burada nə cürə bəs? Qoyun da kuzu da bəsləyib əmələ. Oradan getdiyi damazlıqdan da hələ kökün kəsməyibdir. O çörekten götürdüm, özüm öz oklavımla kişiye çörek verdim. Dedim, ye halalın olsun. Dedi, sağ olun bacı. Gedirəm dedi, size yaxşı gün, güzaran düzəldəcəm. Söz veririm ki, sizi bu torbuzluqdan, zımırıqdan çıxardacağım. Size yaxşı ev titdirəcəm, namazı yığacağım ora. Allah ona rəhmət eləsin. Biraz dayandır. Bir şey yoktu, ev yoktu. O yandırsın, sen ne işin var? Benim için hoştu bu tüstü. Necə, bu tüstü elə bize buranın əhval ruhiyyəsini göstərir. Ənənəni göstərir. Mən də uşaq vaxtında mənim də anam elə sacın üstündə həmişə mənə lavaş pişirərdi. Mən bunların hamısını görmüşəm. Belə ocağın başında mən çox oturmuşam. Mənim üçün qəribə bir şey deyil. Buna narahat olmayın. Həmin gün bu ocağın tüstüsü 20 yaşlı bir gəncin sonraki taleyini dəyişir. Heydər Əliyev toy çörəyi bişirilən bəyi yanına çağırır. Dedi bəyhanı, bəyhanım mən də bir adam çox oldu deyin, keçə bilmirdim. Keçirtdilər, məni kişi görüşdüm və mənim üzümdən də öpdüm, mən də qayıtdım onun üzümdən öpdüm.
Sen de toya hazırlaşırsan. Burada. Hey hanım. Gel buraya görüm ay be. Dedi, bəs gəlin hardadır? Dedim, gəlin də saatlar önündədir. O da elə qaçqındı. Görüşdü bizimlə, vagonda hədiyyə elədi. Sizin birinci bu toyunuz mübarek. Sağ ol. Sana hoşbaht hayat. Sağ ol. Öz sevdiğin kızla birlikte burada arzu ediyorum. Burada evlenende elbette ki burada yaşayacaksın. Ama ben bu günleri bura 20 tane hususi gayrılmış ev getirmişim. Ben dedim ki bunu bakın burada en ihtiyacı olan adamlara hamıya vermem mümkün değil. Sonra ben yine bunları hazırlayıp göndereceğim buraya. Ama o evin birini ben bağışlayacağım bu beyle geline. O evi indi ben gedenden sonra götürersiniz, getirip burada kurarsınız. Onun için çok yaxşıdır, bundan yaxşıdır. Ve beyle gelin, koy toy edenden sonra geçsin orada bir yaxşı yaşasın. Vagonu hədiyyə eləyəndən sonra bir oğlan yaxınlaşdı mənə, dedi, vagonu sağ hədiyyə eləyib, dedim, bəli. Mənlə salamlaşdı. Salamlaşında baxdım, gördüm əlimin içində 100 dollar pulu var. Dedi ki, o da tutsun məndən sizə hədiyyədir. Toyunuz mübarek olsun. Qəminiz olmasın. Ben hemşe sizinleyim. Benim için Azerbaycan'da sizden aziz insanlar yoktu. Bunu bilin. Bundan sonra size daha da çok kömek edeceğim. Sağ olun. Sağ olun. Sağ olun. Heydər Əliyev çadır şəhərciyindəki vəziyyətlə yerində tanış olur. Hər bir çadıra, alaçığa daxil olaraq insanları dinləyir. Onların problemləri ilə şəxsən maraqlanır. Bilirəm, çətindir, ağırdır. Hükümət çox qərarlar qəbul edirsə ki, yardım etməyə, amma ki, görürəm, bəziləri onlar yerində icra olunmur. Mən də gəlmişəm, özüm görüm vəziyyətimizi. Çox sağ olun, Möhtərəm Prezident. Və bilin, mən bundan sonra lazımı tədbirlər görəcəyim. Hələ kölgəni yaşayırıq da görün axırımız nə günə qalacaq. Axırınız olacaq ki, işğal olunmuş torpaqlar azad olunacaq. Sən hardansan? Cəbrayılda Mərcanlı. Mərcanlı kəndinə də qayıdacaqsan. Öz evinə işə Sən qayıdacaqsan. sağlığına, Allah qoysa cavanların sağlığına, işləmlərin sağlığına. Qayıdacaqsan. Heydər Əliyev məcburi köçkünləri acınacaqlı vəziyyətdən çıxarmağa söz verir. Çox keçmədən onlar üçün qəsəbələr tikilir. Vagon veriləndə mənim evim yox idi da. Çox pis vəziyyətdə idi, çadırdı, belə idi də, acınacaqlı vəziyyətdir. Həmin gün gətirdilər, verdilər. Vagonun içərisində hər bir şəraiti də vardı. O dövr üçün çadır şəhərci üçün lüks bir ev idi də, hər cür şəraiti vardı. Pullu, patologlu, hazır ev idi də. 1998-ci ildə, oktyabr ayının 8-də də bizim toyumuz oldu. Oktyabrın 8-dən 2003-cü iləcən vagonda yaşadıq. İlk övladım vagonda dünyaya gəldi. Sonra köçdük qəsəbəyə. Çox pis, acınacaqlı vəziyyətdə yaşayırdılar. Hər yayı toz torpaq, bir balaca Xəzərin küləyə gələndə bütün günü görmək olmurdu, ərazini görmək olmurdu. Çünki tozun içində idi hamı. Yağışı da ki, heç də hamı rezin sapıq, 4 metr boyuydu çadırın. Artıq tikə bilmirdi. Elə düzmüşdülər ki, 4 metr, 2 metr yarım denində. Elə ailə vardı ki, 10 nəfər yaşayırdı onun içərisində, eləsi də vardı 2 nəfər yaşayırdı. Gəldi gördü pis gündü, parçanın arasında adam olardı. Yağırdı, tökülürdü üstünə. Yat əyilmirdi, dur əyilmirdi, üstü olumuz yoxdu, heç nə çıxartmamışdıq. Bax, burada kəsilən çörək, heç sən. Ondan sonra dedilər ki, bəs Heydər Əliyevi ev tikiləcək filan yerdə. Sizi köçürəcəklər ora. Sonra qəsəbə salındı, gəldik qəsəbəyə.
Bu ailə işğal nəticəsində təkcə evini, torpağını yox, 8 doğmasını da itirib. 1993-cü ilin oktyabrında Cəbrayılın Böyük Mərcanlı kəndi işğal olunanda canını qurtarmaq üçün Füzuliyə doğru qaçan əliyalın insanlar Qazaxlar kəndində düşmən mərmisinin qurbanı olur. Qaçqın düşəndə 15 yaşım var idi. Yolda ermənilər bizə hücum elədilər. Mənim bacımı, qardaşımı, əmim uşaqlarımı öldürdülər, onlar şəhid oldular. Bizim olduğumuz maşına mərmi atdılar, onlar da mənim yanımda şəhid oldular. Oktyabr ayının 23'ü qaçdıq, gəldik bir gecə bir yerdə gecələdik, bir tanış adamın evində. Sabahdan da traktorla uşaqlar traktorun üstündə gəldik. Qabağını kəsdilər uşaqların, yol platak qabaqlandı yolda. Orada uşaqlar lapetin üstə qırdılar. Gözümüzün qabağında olub. Onlardan 100 metr aralı kişi ilə maşını qoyduk, kişinin maşını vardı. Qransin dibində maşını qoyduk, qaçdıq. Gördük yollar BTR-lə tankla yendilər Qazərmənin qabağına. Axşam qaranlıq düşəndə getdik, baxdıq, gördük uşaqların hamısı lapetin üstə ölübdü. 11 illik qutaran bir qızım ölübdü, 6-ya da gedən bir uşağım ölüb, balaca uşağım. 2 uşağım, bir 7'ye bir 8'e gedən uşağım lapette balalarının yanında qırıqlar. Qaynanəmiz də onun içində. Qonşunun bir gəlini dalında balası vardı, o da onun içində. Bir qaynamın da birinci sinifə gedən uşağın, oğlan uşağını ödədilər. Övlad və vətən dərdi nə qədər ağır olsa da onlar doğma torpağa qayıtmaq ümidini heç vaxt itirməyiblər. Heydər Əliyevlə görüş isə bu inamı daha da möhkəmləndirib. Böyük şəxsiyyət onların yaddaşında sadə bir insan kimi qalıb. Çox gözəl insanıdır, xalqla bərabər adamıdır və xalqın atası kimi gəlirdi. Başlayıb söhbətini eləyib çıxıb gedirdi. Ondan bir 4 ay sonra bir də gəldi çadır şəhərciyinə. Çox gözəl istərdi. Onda mənim 20 yaşım vardı. Baxmayaraq ki, prezident idi, amma çox sadə insandı. Bizimlə gəldi, görüşdü, bütün insanlarla görüşdü və salamlaşdı. Hamı da ona səs verdi, ailədən prezident seçildi. İlham Əliyev də o vaxt atası ilə gəlmişdi. Gəldi, gördü ki, bizim şərait, bizim vəziyyət necədir. Bizim qadınların, cavan uşaqların, cavan qadın qızların ayağında sapıq, zığın içində əlləşirdilər. O dedi ki, sizi bax bu bataqlıqdan çıxardıb, sizi öz vətəninizi, torpağınızı alıb, sizi yığacam ora. Dedi də yerinə də yetirdi. Sağ olun. Əziyyət içində yaşamışsınız. Mən bunu bilirəm. Mən bu işğal dövründə köçkünlərlə neçə dəfə görüşmüşəm. Neçə biz şəhərcik saldıq. Bəlkə də 100-ə yaxın qaçqın şəhərcik. Çadır şəhərcikləri 2007-ci ildə ləğv olundu. Mən 2003-cü ildə prezident seçiləndə demişdim ki, 5 ilə bir dənə də qalmayacaq. 4 ilə onu. Sonra 100 minlərlə, hardasa 300 minə yaxın qaçqını yerləşdirdik yeni binalarda. Amma yenə də indi doğma torpaq başqa şeydir. Doğma ayrı. Prezident İlham Əliyev işğaldan azad olunan hər bir kəndə, şəhərə ilk dəfə səfər edəndə bu yerlərə, dağılan yurt yuvalara məcburi köçkünlərin gözü ilə baxıram demişdi. Onların ağrısını, acısını dilə gətirərkən özü də göz yaşlarını saxlaya bilməmişdi. Onlar həsrət içindəydilər. 30 il həsrət içindəydilər və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimiz də onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı.
İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək torpaqlarımıza işğaldan azad elədi. İndi bir qarış olsun bizim Ermənistanda torpağımız qalmayıbdır. Hamısı öz əlimizdədir. Sonra da başladı evlərin tikilməsinə. İndi bu saat daha hazırda köç davam edir. İnşallah bizim də evlər tikilər, onda da köç davam eləyər, gedərik, yaşayarıq da. Bizim torpaqlarımızı azad edən şəhidlərə Allah rəhmət eləsin. Qazilərə can sağlığı versin. Prezidentimizə canı sağ eləsin. Torpaqlarımızı alıb, mən istəyərəm gedəm o torpağa, evim tikilsin. Balalarım gəzdiyi torpaqda gedib nəfəs alaram. Bura bizim kəndimizdir, Böyük Mərcanlı kəndi. Evimizi gördüyünüz kimi ermənilər dağıdıblar. Burada biz bacı qardaşlarımızla xoşbəxt yaşamışıq. Bugün çox şükür ki, bura mən öz oğlumla qayıtmışam. Mənim oğlum 44 günlük vətən müharibəsində iştirak edib. Ata-baba yurdunda Cəbrayılda döyüşüb. Mənim oğlum Heydər Əliyev mənə bağışladığı vaqonda doğub böyüyüb. İnşallah nəvələrim doğma kəndimizdə, öz evimizdə yaşayarlar. Bugün mən çox sevinirəm ki, doğma Cəbrayıl rayonuna qayıtmışam. Əvvəl mən Biləsuvarda Azər İşıqda işləyirdim. Rayonumuz azad olundan sonra özümün xahiş elədim ki, iş yerimi burada dəyişsinlər. İndi Cəbrayılda Azər İşıqda işləyirəm. Rayonumuzun mərkəzinə, bəzi kətlərinə əhali köçüb yaşayır. Biz də onların işıqlarının sönməməsi üçün hər an burada çalışırıq. Tez-tez keç olan kətlərə gedirəm. Orada insanların çox yaxşı yaşadığını görəndə sevinirəm. Bizim kəndimizin də təməli qoyulub. İnşallah burada da evlər tikilər, biz kəndimizə qayıdarıq. İndi Cəbrayıl çörəyi çadır şəhərciyində yox, elə Cəbrayılda bişir. Düşmənin viran qoyduğu Horovlu kəndində yeni inşa olunmuş evlərin həyətlərindən çörək ətri gəlir. Ben 33 yaşında qaçmışam, 66 yaşımda da tamam burada eləmişəm. Gəlib çıxmışam 33 ildən da sonra vətənimə. 14 il vaqonda yaşamışıq. İmişli rayonunda vaqonda yaşamışıq, Bağzalda. Çətinlik nə bilmir. Yardım paylanırdı, İmişlidə ora qaçırdıq, bura qaçırdıq. Yardım da alınca. Yoldaşım şəhid olandan sonra çox çətinliklər çəkdim. Uşağım körpə idi. 14 ildən sonra Cənab Prezident ev tikib Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində 18 ildə orada yaşamışıq. Ondan sonra 32 il tamam olub, 33 ilin içində köçmüşük Cəbrayıl rayon Horovlu kəndinə. Hal-hazırda indi burada yaşayırıq, çox gözəldir. Yerimizdir, yurdumuzdur, nə bilim, yaxşıdır. Ordumuz sağ olsun, torpaqlarımızı aldılar, şəhidlərimizi Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Prezidentimiz də çox sağ olsun,
Torpaqlarımız alındı, bizi ev tikdi, bizi yerləşdirdi yerimizə, xəçarımızı verdi, gəldik, köçdük, burada da indi. Şükürlər olsun, yaşayırıq. Çox sağ ol. Harada yaşamışsınız? İmişlidə vaqonda yaşamışıq. Vaqonda. Bəli. Onun 8 ildə Biləsuvarda şəhərcikdə yaşamışıq. Çox təşəkkür edirəm. Bu bizim o yaratdığımız Biləsuvar şəhəri. Bəli. Çox sağ olun, çox var olun. Sağ ol. Oğlum var, gəlinim var, 3 dənə nəvəm var, hamısı oxuyur, 10-da oxuyur, 7-də oxuyur, 1-də oxuyur. Şükürlər, işləyirik, uşaqlar işləyir, oğlum da işləyir, gəlinim də işləyir. Özüm də həyatla, bacı ilə, şükür. Beş aydır öz kəndimizdə yaşayırıq, öz yurdumuzda yaşayırıq. Hər şey çox gözəldir, şükürlər olsun Allaha. Heç elə bir ki, 32 il burada yaşamamaq olmayıb, elə bir yaşamışıq 32 ildir. Nə tər gəlmişik, bizi burada çox gözəl bir həyat qarşı edilmiş, gözləyirmiş bizi burada belə gəlib yaşamağımızı. Şükürlər olsun Allaha, hər şey yaxşıdır, hər şeyimiz var, şükür. Təbiəti də çox gözəl qarşıladıq, ağaçlarımızı, hər şeyimizi əkmişik, becərik yavaş-yavaş. Özüm də Azərsu idarəsində işləyirəm. Atam 1994-cü ildə Ağdərədə gedən döyüşlərdə şəhid oldu. Biz onda vaqonda yaşayırdıq İmişlidə. 6 yaşım vardı. Qaçqınçı dövrü çox çətin oldu bizim üçün. Ulu öndərimizin diqqət qayğısı da qaçqınlara həmişə yüksək olubdu. Bizə diqqət qayğı həmişə çox güclü olub. Vallahi biz heç qaçqınçılıq dövrü yaşadıq. O vaqonda da əziyyətimiz olsa da şükürlər olsun. Öhdəsindən yaxşı gəldi hər şeyin. Prezidentimiz var olsun, sağ olsun ki, atasının da vəsiyyətini çox gözəl yerinə yetirdi. Allah razı olsun. Minnətdarıq biz həmişə, daima prezidentimizə minnətdarıq. Mən özüm tibbçisiyəm. İşğala qədər işləmişəm, işləyə-işləyə. Mənfur ermənilər ucbatından işimizi yarımçıq qoyub getdik. Getdik neçə illər əzab-əziyyətlə yaşadıq. Nə bilim, çox narahatçılıq, nə. Bizim bu cür yerimizdə nə əhmədilər, nə tihmədilər. Amma erməniyə ar olsun ki, bax biz belə qururuq, belə tikirik, belə bişiririk. Amma o söktü, tikə də bilmədi, qura da bilmədi, qoydu getdi. Sağ olsun prezidentimiz, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Prezidentimizin dəmir yumruğu heç vaxt erməninin başının üstündən əskik olmasın. Onun sayəsində biz şükür Allaha, bu günümüzə şükür. Çox yaxşı yaşayırıq, çox yaxşı şərait qurublar bizim üçün. Çox razıyıq. Şükür bu günümüzə. Şükür Allah Heydər Əliyevə qən-qən rəhmət eləsin. Nə yaxşı ki, onun yetirməsi İlham Əliyev oldu, Mehriban xanım oldu. Şükür bu günlərimizə, bax, bu təbiətin gözəlliyi, bu cürə şəraitimiz. Adi bir evində bir iş görmək üçün çox əziyyət çəkirsən, amma bu cürə hər şeyimiz hazır, hər şeyimiz yerli yerində. Allah bütün olmayanlara da qismət eləsin, hər kəs qayıtsın vətəninə. Şükür, Horovlu yaşayır, yaşayacaq, həmişə də parlaq olacaq. Cəbrayıl cəmaatı həqiqətən mehriban cəmaat olub. Qonşu, qonum, belə ailə hamısı bir olublar. Əzəldən belə olublar. Min şükür indi yığıldı hamı bir yerə. Yenə də əvvəlki ab-ı hava, yenə də əvvəlki dostluq, qohumluq, qonşuluq. Şükür. İlk qaçqın düşəndə Bakıda yataqxananın bir göz otağında 5 nəfər yaşayırdıq. Çox çətinliklə, narahatçılıqla. Şükür Allaha, bu dağlara baxanda o qaçqınlıq günləri yadımdan çıxır. Köşkün gedəndə mən 5 nəfər getdik, rəhmətlik yoldaşım, 3 də uşaqlar, özüm. Qaydanda 14 nəfər qayıtdıq, yoldaşım rəhmətə getdi. Şükür Allaha, 3 oğlanlarım, onların uşaqları. İndi hamısı burada məskunlaşıblar.
Bu insanların çadırdan vətənə gedən yolu 30 ildən çox çəkdi. Çadırda, vaqonda böyüyən uşaqlar doğma torpaqlarına indi öz övladları ilə qayıdıblar. Bu torpaqlar Heydər Əliyevin gerçəkləşən arzularına şahid olur. Azərbaycan ərazi bütövlüyü bərpa olunacaq və siz öz yerlərinizə, yurtlarınıza qayıdacaqsınız. Və yerlərinizə, yurtlarınıza qayıdan zaman sizin evləriniz, yaşayış binalarınız hükümet tərəfindən tikiləcəkdir. Sizlə birlikdə mən Şuşada görüşəcəyəm, Xocalıda görüşəcəyəm, Laçında görüşəcəyəm, Kəlbəcərdə görüşəcəyəm, Ağdamda görüşəcəyəm, Füzulidə görüşəcəyəm, Cəbrayılda görüşəcəyəm, Zəngilanda görüşəcəyəm, Qubadlıda görüşəcəyəm. Biz bu günü görəcəyik. Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan.